Herkes salamlar dostlarım, ben Elgün Aliyev. Bugünden sizlerle birlikte biraz gelecek hakkında danışacağım. Bu videoyu biraz kısa tutacağım çünkü bazı etmem gereken işler var. Aynı zamanda çalışacağım ki bu ettiğim vaxt süreci size aktaram. Neçə vaxt deyirəm, biznes videoları filan gələcək deyə. Ancaq bu video daha çox hədəflərimlə olacaq. Bu yay çoxlu hədəflər tutmuşam və çalışacağam ki, bu yay onları etdikcə sizə də göstərəm və siz də özünüzə bəlkə yeni bir aktivite qatarsınız və yaxud da iş qatarsınız. Bilmirəm necə olacaq. Yəni hələ ağlımda düzü böyük bir plan yoxdur. Yəni video haqqında, yəni böyük bir planım yoxdur, amma çalışacağam ki, çəkim. Nəysə, hal-hazırda bir-iki dənə şey göstərmək istəyirəm ki, bunun da yəni həqiqi olduğunu bilin. Burada tam görsənirmi bilmirəm. Mənim günlük planlarım var. Yəni günlük rutin kimi deyim. Onu yazmışam. Hal-hazırda bu rutinə uymağa çalışıram çünki bu rutin həqiqətən də böyük bir qatkısı var mənə və gələcək videolarda da sizə yəqin ki, rutin haqqında videolar çəkəcəm. Necə həyata rutin oturmaq, plan qurmaq lazımdır deyə. Bilmirəm, bu yolculuq nətər olacaq. Biraz yəni çünki qəribə oldum. Yəni mən sizə keçən videolarda dedim təbii ki də yayda gəlişmək lazımdır deyə. Ancaq bilmirəm nədənsə bir neçə gündür hələ tam işlərə fokuslana bilmirəm. Ona görə videolar gəlmirdi. Bugün qısa tutum dedim videoları. Nəysə, bu qədər. Vaxtınızı almaq istəmirəm. Gələcək videolarda görüşərik. Özünüzə yaxşı baxın. Salamat qalın.